Kişilər də belə gəliblər, bəyənsə belə kişilərdir. Yetimlərin məhəlləsidir də, yəni istəmirlər də. Kim istəyər məhəlləsində o vəziyyət olsun. Deyirlər, bəs gəlib burada belə eləyirlər, belə. Bir dənəsi də canım da oydanadır bəyənsə. Bir də deyəm, keçək kişini Sadiqə göstərdim o. Belə eləyər. Bax, mən özüm tutaram onu, döyərəm. Amma polis mənə nə deyəcək? Bax, bu özü. Birini göstərir, belə vurur boynuna, belə eləyir. Bax, Kəlpəysərin biridir. Bu bir qoyarlar, Kəlpəysər ya. Özü də daim oğludur. Kəlpəysərin biridir deyir. Allah'ım, onun çəkib bir dənə videosunu atacağım sənə. Baxırdım oyuna, nə qədər gülmüşəm. Mən oyuna çox güldüm. Türkiyədə şikayət edirlər, zaman çıxıb miting edir. Bir dənə uşaq var, arvad çəkir ki, bax deyir bu uşağa, bax bu uşağa deyir. Sən nələr çəkir? Deyir, kimdir bu uşaq? Deyir, nə bilim. Nə bilim şimdi. Sən öyle cür adam var da. Allah Allah. Metroda deyir ki, nasıl geldi? Bir vayda arvad ne deyirdi? Nə çəkirsən burada? Oğlum İsmail, bir tane arvad var. Oğlum İsmail başını eski çıkardı mesela. Arada elə metroya da binmək istəyirəm, Allah'ın olsun. Almanya'da gəzirdim axı metronun. Bütün avtobus metro. Sən orada bilsəniz tanıyıram yolları, Allah'ın olsun. Oliver Kahn elə tanımır ha. Hitler gelmeyip de Angela Merkel gedib, düzdür. Angela Merkel'lə bütün oradan nazirə vəsibət nəzardan gezir axı. Mən də vəsibət sürürüm ki, yolda elə birisinin nazirə. Nazir adam ha. Evet, Diyanar Müsifdə vardı, belə baxmaq zat bənsin. Gördülər ama o da öyle. 5 aydan sonra qovladılar belki sen o da ölsən. Tanıdılar 5 aydan sonra. Burada metroya minmək lazımdır. Bir gün sənə bir yığışaq, papaqlıq. Gedək Allah haqqı. Bir de şair Allah hakkı. Gəl yığışaq oturaq bir gün metroda ya. Allah'a bir akşam saat 9'da dağıtsak. Valla bu neydi mi attılar? Kaktüsün yanında qalam da eləmə. Bir dənə kaktüs belə kaktüs. Bir dənə də asan xidmət atım. Kaktüsü keçdik. Qalxaq. Elə bizə hamısı olur. İnşaatçılar bırakın bir dənə bura. Hə? Bir tane su zapravkası. Bir dənə ARB TV Nicatı bir dənə götürüm, bir dənə yol üstü Nicatı götürüm kardeşim. Bir tane yasamal hamama atın burada. Bir dənə girim yaxalam. Yaxşı tanıysan ha yasamal hamamını. Bir də qonmuşdun ora. Ay o kadar toyda olmuşuk oralarda ki. Aa, tamamın içində o qədər. Buyurun. Ümumdünya qlobal istiləşməsi Azərbaycana nə kimi təsir göstərə bilər sizcə? Mənə ümumiyyətlə bu sualı çox verirlər. Bu barədə mən dəfələrlə öz çıxışlarımda bildirmişəm. Hamısı inşallah YouTube'da qeyd olunub, baxarsınız orada. YouTube'da Ələkbər istiləşmə yaz çıxır. Çıxır, istə Ələkbər.